Salam, hörmətli izləyicilər. Bugün mən sizə ismin sifətləşməsi mövzusunu izah edəcəm. İlk öncə onu qeyd etmək lazımdır ki, isim sifətləşərkən hansı xüsusiyyətlərini itirəcək? Bilirik ki, isim cümlə üzvü kimi adətən tamamlıq, mübtəda olur və isim sifətləşərkən tamamlıq və yaxud da mübtəda olmaq xüsusiyyətini itirəcək. Yəni mənfi qoyuram ki, yəni burada itirdikləri xüsusiyyətlərini bu formada qeyd edəcəm. Yəni tamamlıq və mübtəda olmaq xüsusiyyətini itirir. Daha sonra biz bilirik ki, isim sifətləşərkən yəni daha doğrusu ismin sualları kimlə haradır? Lakin isim sifətləşərkən suallarını da itirəcək. İtirir. Bəs nələri qazanacaq? İsim sifətləşərkən təyin olmaq xüsusiyyətini qazanacaq. Yəni cümlə üzvü kimi təyin olacaq. İsim sifətləşərkən və həmçinin sifətin suallarına cavab verəcək. Çünki öz suallarını itirir, sifətin suallarını isə qazanır. Sifətin sualları. Deməli, isim sifətləşərkən tamamlıq və mübtəda olmaq xüsusiyyətini itirir. İsim sifətləşərkən öz suallarını da itirir. Bəs nələri qazanacaq? Təyin olmaq xüsusiyyətini qazana bilər, qazanacaq daha doğrusu və sifətin suallarını qazanacaq. Gəlin bəzi sözlər üzərində bunu daha aydın izah edək. Uşaqlar ən çox bunu cümlə daxilində sifət kimi bilirlər, lakin bu belə deyil. Yəni bəzi sözlər var ki, onların sifət olduğunu düşünürlər. Məsələn, qızıl, gümüş, mis, daha sonra daş, dəmir, sonra torpaq, pambıq. Asfalt sözün xüsusi yazacağım. Asfalt. Taxtanı da yazım. Taxta. Dəri və s. Bir də peşələrlə bağlı xüsusi məqam var ki, məsələn onda burada izahını verəcəm. Uşaqlar, baxın qızıl üzük. İlk baxışdan elə təsir edir ki, qızıl sözü burada necə sualına cavab verir, necə üzük və sifətdir. Necə sualına cavab verirsə bu sifətdir. Yanlışdır. Çünki qızılın əsl sualı nədir? Mən məsələn qızıl aldım. Nə aldım? Görürsüz, əsl sualı nədir? Morfoloji sualı nədir? Bunun sintaktik sualı necədir? Yəni bu cümlədə cümlə üzvü kimi, məsələn mən qızıl üzüyü aldım. Necə üzüyü aldım? Sintaktik vəzifəsində necə sualına cavab verir? Cümlə üzvü kimi təyindir, sifətin sualına cavab verirdi. Lakin qızıl sözünün orijinal, yəni sualı, yəni bu söz birləşməsindən çıxarsam, adi bir cümləyə salsam, mən qızıl aldım, nə aldım? Görürsüz, qızıl bir materialdır, qızıl, gümüş. Mən hamısı materialdır və dəmir olsun. Ümumiyyətlə bunlar material olduğunu, material da əşyanın adını bildirir və isimdir. Və məsəl üçün gümüş üzük. Necə üzük? Burada təbii ki, gümüş sözü sifətin sualına cavab verir, təyindir. Lakin gümüş sözü yenə də isim olaraq qalacaq. Bir də uşaqların ən çox mənə verdiyi suallardan biri də odur ki, müəllimə bəs orada hansı və yaxud necə sualına cavab verdiyinə görə elə sifət olur. Yəni isim sifətə keçir. Bu yanlış fikirdir. Çünki məsəl üçün həmişə mən uşaqlara belə bir qaydanı öyrədirəm ki, yəni isim müvəqqəti olaraq, yəni məsələn qızıl sözü isimdir, müvəqqəti olaraq sifətin funksiyasını yerinə yetirir. Yəni bilir ki, isimdir, sifətdir, saydır. Bunlar bir-biri ilə daha əlaqəli mövzulardır. Feillə və zərfsə daha əlaqəlidir. Yəni burada baxmayaraq ki, isim sifətin sualına cavab verir. Yəni müvəqqəti isim sifətin paltarını geyinsə də, yeni isim olaraq qalacaq. Yəni məsələn Lalə ilə Leyla deyim. Məsələn Lalə gedib Leylanın paltarını geyinsə, mən ona deyə bilmərəm ki, sənin adın Leyladır. Xeyr. Çünki yəni müvəqqəti bir anlığa paltarcı ismin sifətin paltarını geyinməsi onun sifət olduğu anlamına gəlmir. Bunu da unutmayın. Yəni qızıl sözü sifətin sualına cavab versə belə, təyin olsa belə, yenə də isim olaraq qalır. Məsələn, desək ki, orada qızılın altından xətt çəkib sual testdə versələr ki, hansı nitq hissəsidir, biz onu yenə isim olaraq da götürəcəyik. Və gümüş qab, necə qab? Amma məsəl üçün testlərdə düşür, gümüşü qab. Artıq burada sifət yaradır. Məsələn, qızılı qab, necə qab? Burada artıq qızılı, artıq isimdən sifət yaradır. Mən onu şəkilsiz variantını deyirəm ki, isimdir, sifətləşib, yenə də isim olaraq qalacaq. Mis qab, necə qab? Daş hasar, ən məşhur suallardan biri. Necə hasar? Daş, burada necə sualına cavab versə də, məsəl üçün mən onu digər bir cümlədə işlədim. Yolun qırağına daşlar düzülüb. Nə düzülüb? Görürsüz, daşın əsl sualı, morfoloji sualı nə sualıdır? Və yaxud da dəmir qab, necə qab? Torpaq yol, necə yol? Amma ayağım torpağa dəydi. Burada artıq ayaq sözü isim olaraq isimdir. Ümumiyyətlə torpaq sözü isimdir. Bütün materiallar isimdir. Məsələn, pambıq olsun, taxta olsun, dəri. Məsələn, dəri sözü, məsələn, dəri palto uşaqlarda ən çaşqınlıq yaradan deyim. Baxmayaraq ki, dəfələrlə izah edirəm, yenə orada çətinlik yaşayırlar, yəni bəziləri. Məsələn, dəri palto necə palto? Dəri bir material, necə yadımızda saxlayın? Məsələn, insanın dərisi. Məsələn, orada dəri sözünə biz necə sualını verə bilmirik ki? Nə sualını verəcəyik? Çünki isimdir. Sadəcə olaraq burada, yəni belə deyək də, yəni sifətin funksiyasını daşıyıbdır, amma yenə dəri sözü isim olaraq da qalır. Və burada maraqlı suallardan biri də odur ki, məsələn, mən testlərdə ən çox bəzi suallar düşür ki, uşaqlar bu sualın mahiyyətini anlamır. Bu suallardan biri də nədir? Məsəl üçün deyirlər ki, aşağıdakı cümlələrin birində morfoloji sualı ilə sintaktik sualı fərqli olan söz işlənib. Uşaqlar baxın, məsəl üçün deyirəm torpaq yol. Tutaq ki, cümləmizdə torpaq yol birləşməsi istifadə olunub. O torpaq yoldan keçdi. Necə yoldan? Düzdür? Məsələn, torpaq sözünün morfoloji sualı nədir? Sintaktik sualı, yəni cümlə üzvü kimi sualı necədir? Yəni ona görə də çaşmayın. Deməli sizdən ya ismin sifətləşməsi, ya sifətin isimləşməsi, ya sayın isimləşməsi bu kimi məqamları axtarmağınızı
axtarmanızı tələb edir test. Yenə də qeyd eləyirəm. Məsəl üçün, burada tutaq ki, deyirəm taxta qapı. Necə qapı? Taxta sözünün morfoloji sualı nə? Sintaktik sualı isə necədir? Və bir də maraqlı məqamlardan biri də bizim peşə sözləri insan adlarından öncə gəlirsə necə olacaq? Baxın uşaqlar, bizim adlarımız bizim adlarımız məsəl üçün deyirəm ki, Banu müəllim. Yəni Banu müəllim cümlə üzvü kimi də yəni bir götürəcəyik, deyəcəyik Banu müəllim. Amma uşaqlar bizim artıq adımızın qarşısında bizim peşəmiz gəlirsə, yəni peşəmiz adımızın qarşısında gəlirsə, yəni məsələn deyirəm ki, müəllim Banu və yaxud deyirəm ki, həkim Banu. Qısa deyə bunu yazım. Həkim Banu. Kim Banu? Hansı Banu? Həkim Banu. Məsəl üçün illər əvvəl dimin testlərindən birində düşmüşdü. Mühəndis məsəl üçün deyirəm ki, mühəndis Aydın məsəl üçün. Kim? Aydın. Hansı Aydın? Mühəndis. Yəni görürsüz bizim peşəmiz, bizim adımız, bizim statusumuz bizim adımızın qarşısında gələndə, məsələn burada həkim sözü biz bilirik isimdə, amma sifətləşib. Çünki hansı sualına cavab. Və həmçinin qohumluq bildirən sözlər bizim adımızın qarşısında gələrsə, yenə də isim olmağına rəğmən cümlə üzvü kimi təyin olacaq, sifətləşəcək. Məsələn, yazmışam bacım Banu. Bacımın yerinə burada fərqli söz birləşməli olar. Qardaşımdan başlaya bilər, əmim ola bilər, xalam, dayım, fərqi yoxdur. Çünki deyirəm Banu gəldi. Kim gəldi? Banu gəldi. Deyirəm hansı Banu? Bacım Banu. O artıq onun əlamətini bildirdi. Yenə də qeyd edirəm ki, baxmayaraq ki, bacım sözü burada hansı sualına cavab verdi, lakin bacım sözü morfoloji sualı kimdir və ismidir. Sadəcə olaraq sifətləşibdir. Sifət olsa da yenə də ismin mövqeyindədir. Bu qədər izahını dinləmək istədiyiniz mövzuların adını rəy bölməsində qeyd edin və izlədiyiniz üçün və dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti izahlara qədər.